Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed və ali Muhammed. Qardaşlar, sizə əbcəd rəqəm sistemindən danışmaq istəyirəm. Bax, əbcəd hərflərinin cəmi 5995-dir. Cəmi. Və dəl hərfi Quran-ı Kərimdə 5991 dəfə keçib. Və dəl hərfinin rəqəmsal dəyəri əbcəddə 4-dür. Deməli, dəl hərfinin rəqəmsal dəyərini bura əlavə edəndə, yəni deyəndə ki, dəl hərfi ki, 5991 dəfə keçibdir və dəl hərfində rəqəmsal dəyəri nədir? 4. Bunu da 4-ü bunun üstünə qoyanda eləyir 5995. Və indi siz sual verə bilərsiniz ki, 5995 nə deməkdir? Əbcədin cəmidir. Əbcədin cəmi necə ola bilər ki? Əbcədin cəmi nə deməkdir? Deməli, əbcəd rəqəm sistemində 9 dənə təhliyimiz var. Əlif 1-dir, bə 2-dir, cim 3-dür, dəl 4-dür, hə 5-dir, vav 6-dır, zə 7-dir, hə 8-dir, ta 9-dur. 9 dənə də onluğumuz var. Yə 10-dur, ra kəf 20-dir, ləm 30-dur, mim 40-dır, nun 50-dir, sin 60-dır, əyn 70-dir, fə 80-dir, sad hərfi 90-dır. Və 9 dənə də yüzlüyümüz var. Qaf 100-dür, ra 200-dür, şin 300-dür, tə 400-dür, sə 500-dür, xa 600-dür, zəl 700-dür, dad 800-dür, za 900-dür. 9 dənə də yüzlüyümüz. Və bir dənə də qayn hərfi mindir. Deməli, 28 hərf var ərəbdə, hərəsinin özünün hər hərfin rəqəmsal dəyəri var. Bununla Quran-ı Kərimə baxanda çox böyük möcüzələr ortalığa çıxır. Və dedik ki, 5995 bunları toplayanda 9 dənə təhliyi, 9 dənə onluğu, 9 dənə yüzlüyü və bir dənə də qayn hərfi min toplayanda rəqəmsal dəyər bu eləyir. Və dəl hərfində elə rəqəmsal dəyəri gəldi bu elədi. Və bunun buna nə dəxli var deyərsiniz? Yəni, nə olsun ki, nə demək istəyirsən? Məsələ budur ki, əbcəd rəqəm sistemində bu rəqəmsal sistemin adı əbcəddir. Əbcəd. Rəqəmsal sistemin adı əbcəddir. Yəni, 4 hərf seçilib, lazım gəlsə, məsələ 3 hərf seçilərdi də əbəcə olardı. Bu elə belə seçilməyib, əbcəd. 4 hərf seçilib, buna xəyali saat səslər veriblər, əbcəd deyiblər ki, dilə rahat yatsın. Və sonuncu əbcəd rəqəm sistemindəki rəqəmsal sistem adı əbcəddir. Sonuncu hərf dəldir. Dəl hərfi də fikir versiniz tam elə Quran-ı Kərimdə neçə dəfə gəlibsə, əbcəd rəqəm sisteminin dəyəri qədər gəlib. Cəminin dəyəri qədər gəlib. İndi bundan başqa, mən sizə başqa bir gözəllik göstərmək istəyirəm. O nədir? Əbcəd rəqəmsal sisteminin ki, adını əbcəd qoyublar. Biz burada bu 4 hərfi yazsaq, əlif, bə, cim və dəl hərflərini marifə ilə yazsaq, əl-əlif, əl-bə, əl-cim, əl-dəl eləyir 570. Həzrəti Peyğəmbərin doğumu. Fikir verin. Deməli, əbcəd rəqəm sisteminə Quran-ı Kərim gəlməmişdən neçə min illər qabaq bu sistem yaranıb. Ərəbin 28 hərfi var idi və hər hərfində əbcəd dəyər sistemi var idi. Bu əbcəd adında ilm var idi. Nə üçün əbcəd qoydular bu ilmin adını? Qoyardılar əb ilmi, əb və əbəcə. Niyə məhz əbcəd? Ya dəl hərfindən sonra hə gəlir. Deyərdir əbəcədəh. Nə üçün 4 hərf? Çünki 570-i göstərir Həzrəti Peyğəmbərin doğumu. Amma indiyənə qədər heç kəs görməyib
Mən bunun üçün bir video hazırlamışam. İstədim ki, yenə bir təkrar göstərim. İndi deyirsiniz ki, nə üçün tapa bilmirlər? Çünki hərfin mənə qədər heç ki, mənim fikrimcə biraz böyük danışmaq olacaq. Əbcəd rəqəm sistemində mənim fikrimcə heç kim hərfin adını yazıb hesablamayıb. Elə əlifə deyib ki, əlif 1-dir. Hərfin bir adını yazım, bəlkə bir müharifə ilə yazım, nəsə tapdım. Əgər tapa bilməsəm, bəlkə onun əlifba sırasında durduğu yerlə mi yazım? Bu cür yazmayıb. İndi gəlin mən sizə bunu necə sübut edirəm ki, bu 570-dir. Əlif 1-dir, ləm 30-dur, əlif 1-dir, ləm 30-dur, fə 80-dir. Neçədir? 142. Əbcədlə 142. Bəs əlifba sırası ilə baxanda 68. Necə? Əlif 1-dir, ləm 23-dür, əlif 1-dir, ləm 23-dür, fə 20-dir. Artıq 80-dir, 20-dir. Deməli, elədə 68. Şimdi gəlin yenə baxaq. Deməli, əlif 1-dir, ləm 30-dur, bə 2-dir, əlif 1-dir, elədə 34. İndi bu tərəflə baxanda, əlifba sırası ilə baxanda, əlif 1-dir, ləm 23-dür, bə 2-dir, əlif 1-dir, elədə 27. Əbcədlə baxanda əl-cim kəlməsinin əlif 1-dir, ləm 30-dur, cim 3-dür, yə 10-dur və mim 40-dır, elədi 84. Əlifba sırası ilə əlif 1-dir, ləm 23, cim 5-dir, artıq 3 deyil, 5-dir, yə 10 deyil, 28-dir, mim 40 deyil, 24-dür. İndi əddəl kəlməsinə baxaq. Əlif 1-dir, ləm 30-dur, dəl 4-dür, dəl yenə 4-dür, çünki təşdiddə bir dənə də göstərişi, bir dənə də dəl var. Əddəl deyirik axı. Deməli, 1, 34, topla 4, topla 1, topla 30. Ləm çünki 30-dur. Neçə elədi? 70. Bəs yaxşı, əlifba sırası ilə baxanda necədir? Əlif 1-dir, ləm 23, 23-cü hərfdə ləm. Dəl 8-ci hərfdir, bir dənə də dəl var, yenə topla 8, əlif 1-dir, ləm 23-dir, elədir 64. Bunların cəmi edir 570. Fikir verin, deməli, əlifba sırasında durduğu yer var, hərflərin, ərəblərdə. Bu da elə belə təsadüfən yoldan keçmə deyilmiş. Ləm 23-cü hərf edək də, belə deyilmiş. Azərbaycan əlifbası deyil, Rus əlifbası deyil. Bu, Allah tərəfindən yaradılmış möhtəşəm bir əlifba, möhtəşəm bir rəqəmsal sistemdir. Hamısı Quran-ı Kərimi, Peyğəmbərin doğruluğunu sübut edəcək bir şeydir ki, hələ Peyğəmbər yaranmayıb. 570 danadan olacaq inşallah. 28 hərf var, 28 hərfində rəqəmsal dəyəri var. Hər hərfə bir rəqəm veriblər. Rəqəmlərin əlifba sırasında, bir də əbcəd rəqəm sistemində ayrı-ayrı dəyərləri var. Əliflə bədən başqa, hər ikisində əliflə bə eyni rəqəmdir. Əlif 1-dir, orada da, burada da, bə əlifbada da 2-dir, əbcəddə də 2-dir. Yerdə qalan hamısı ayrı-ayrı yerlərdədir. Bunların hətta adım belə yazıb baxanda 570-ə gəlir. Mənim çoxlu Tahir Muradov Quran yazsaz, Tahir Muradov Quran YouTube'da, TikTok'da bu barədə yüzlərlə gözəl elmi kəşfim var. Bunlar da nəyi göstərir? Bunlar onu göstərir ki, əziz qardaşlar, bunlar heç birisi elə belə deyil. Əvvəlcədən hesablanıb. Allah tərəfindən əvvəlcədən hesablanıb ki, ərəbdə 29 yox 28 hərf olsun. Hər hərf hansı yerdə duracaq əlifbada, əbcəddə, o əvvəlcədən düzəldilibdir. İndi İsmail Peyğəmbərə mi Allah vəhy edib o edib, yoxsa İbrahim Peyğəmbərə mi, yoxsa İdris Peyğəmbərə mi? Nədirsə, bu elə belə şey deyil. Yəni, bunlar hamısı Allah tərəfindən təzimlənib, hələ 570-də bir Peyğəmbər yaranmayıb, ondan 1000 il qabaq, bəlkə də neçə min il qabaq hərf var idi, rəqəmsal sistemi var idi. Bunlar Quranın Allah tərəfindən göndərilmiş kitab olduğun, Həzrəti Peyğəmbərin Allah tərəfindən göndərilmiş Peyğəmbər olduğun rəqəmsal sistemlərlə sübutudur.